bərabər yanlı trapesiyanın diagonalları perpendikulyar olarsa, hündürlüyün orta xəttə bərabər olduğunu ispat edir. Uşaqlar, biz bilirik ki, bərabər yanlı trapesiyada diagonallar da bərabərdir. Diagonal bərabər olduğuna görə kəsişmə nöqtəsində də yarı bölünəcək. Yəni, buradakı düzbucaqlı üstbucaq bərabər yanlı düzbucaqlı üstbucaq olacaq. Yəni, buradakı bucaqlar 45 dərəcə olacaq. Buradakı bucaqlar 45 dərəcə olacaq. Digər tərəfdən də bərabər yanlı trapesiyada hündürlüyün ayırdığı buradakı hissə oturacaqlar fərqinin yarısıdır. Yəni, bu hissə A-B bölünsün 2-yə bölünür. Onda biz buradakı hissəni tapmaq istəsək, ümumi A-dan çıxarıq bunu. Yəni, A-A bölünsün B bölünsün 2 bizə verəcək buranı. Bu da ortaq məxrəcə gətirsək, mənfini də nəzərə alsaq, 2A minus A plus B olacaq. Yəni, bu da eləyəcək A plus B bölünsün 2. Demək, buradakı hissə A plus B bölünsün 2 imiş. Uşaqlar, burada düzbucaqlı üstbucağa diqqət edin. Düzbucaqlı üstbucağın bir kat bucağı, iti bucağı 45 dərəcədir. Onda digər bucağı da 45 dərəcə olacaq. Burada bir bərabər yanlı düzbucaqlı üstbucaq alınacaq. Bax, iştirilədiyimiz isə bərabər yanlı düzbucaqlı üstbucaqdır. Bərabər yanlı düzbucaqlı üstbucağın katitləri bir-birinə bərabər olur. Demək, hündürlük nəyə bərabər olacaq uşaqlar? A plus B bölünsün 2. Bilirik ki, A plus B bölünsün 2 elə nəyə bildirir? Orta xətti bildirir. Demək, hündürlük orta xəttə bərabərdir.